Göygöl rayonunda heyvandarlıqda genetik seleksiya və biotexnologiya inkişafı gedən yol adlı elmi-praktik konfrans keçirilib. Əvvəlcə tədbir iştirakçıları rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə ölkənin müxtəlif elmi tədqiqat institutlarının rəhbərləri, nazirlik nümayəndələri, alim və mütəxəssislər iştirak edərək heyvandarlıqda innovativ inkişaf, genetik resursların qorunması, seleksiya texnologiyalarının təkmilləşdirilməsi və aqrar sahədə müasir çağırışlar barədə fikir mübadiləsi aparıblar. Konfransda çıxış edən Göygöl rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov çıxışında Göygöl rayonunun aqrar potensialı və bölgədə həyata keçirilən dövlət proqramlarının genetik seleksiya və biotexnologiyanın heyvandarlıq məhsuldarlığının artırılmasında əhəmiyyətini vurğulayıb. Çıxış edən Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev institutda aparılan tədqiqatlar, genetik xəttlərin təkmilləşdirilməsi və süni mayalama texnologiyalarının inkişafı barədə məlumat verib. Elmi əsaslarla heyvandarlığın inkişafı gələcəkdə bizim idxal edən dövlətdən ixrac edən dövlətə çevrilməsinə imkan yaradacaqdır. Bugünkü gündə biz deyirik genetika sahəsi, genetik tədqiqatların aparılması bugün ən vacib sahələrdən biridir. Çünki heyvandarlığın inkişafı elmsiz mümkün deyil. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə çıxışında aqrar innovasiyaların tətbiqi, rəqəmsal texnologiyalar və məlumat bazalarının heyvandarlıq təsərrüfatlarında effektiv idarə etməyə verdiyi töhfələrdən danışıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İbrahim Cəfərov çıxışında aqrar elmlər arasında inteqrasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. Tədbirdə öz fikirlərini bildirən Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və monitorinqi şöbəsinin sektor müdiri Tərlan Əskərov Respublikada heyvandarlığın monitorinq sistemi, yeni yanaşmalar və təsərrüfatlarda məhsuldarlıq göstəricilərinin təhlili barədə məlumat verib. Hal-hazırda Respublikada baş sayının azalması heyvanlar arasında tendensiyası var və bu fonda biz mütləq heyvandarlıq sahəsində həm xırda-buynuzlu heyvandarlıq sahəsində, həm də iri-buynuzluda məhsuldarlığın artırılması yoluna qədəm qoymalıyıq. Bu da ancaq elmi əsaslarla mümkündür. Çünki genetika seleksiya işlərinin görülməsi heyvandarlıq sahəsində məhsulların artırılmasında əsas yollardan biridir. Tədbirdə söz alan digər natiqlər də aqrar sahənin müxtəlif istiqamətlərində elmi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Həmçinin ölkədə aqrar siyasətin elmi əsaslarla formalaşdırılması, heyvandarlıqda iqtisadi səmərəliliyin artırılması və analitik tədqiqatların rolundan danışılıb. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra konfrans bölmə iclasları ilə davam edib.